Siz nenen öpmedin, nenen de yüzünden nenen yüzünden öp nenen. Öpsün. Ben de söyle. Senin hoş olsun ye. Bu senin kurban olur. Acı. Hayır, şey. Hanımlar, taksi sifarişimi gətirib onu götürüm. Hanımlar, yağış yağır. Mənim sifarişlərim. Bir gətir, Məlik, bir gətir. Ah, gəl. Sənə qurban olum. Ay, sağ ol. Sənə qurban olum. Nənəsin sifarişlərini gətirir. Sənə qurban olum. Gətir, gətir. Gətir, gətir. Oy, sənə qurban, gətir nənəyə. Ay, sənə qurban olum mən. Ay, get onu da gətir. Ay, get onu da gətir. Tez. Get onu da gətir. Yerə dəyməyib, hanımlar. Paketdə. Ay, sənə qurban olum. Ay, Allah. Maşallah balama. Çox sağ ol, çox sağ ol. Çox sağ ol. Öpüm səni, öpüm səni. Uy, sənə qurban olum. Çox sağ ol. Salam aleykum gözəl xanımlar. Hər vaxtınız xeyirli, uğurlu olsun. Xoş gördük sizləri. Kanalıma, evimə xoş gəlmisiniz. Necəsiz? Xanımlar, bugün ayın 15-idir, saat 21:59 dəqiqədir. Ona 1 dəqiqə var. İnanmıram yüklənə, amma yüklənsə paylaşacağım sizlərlə. Gec yüklənsə yəqin sabah gün orta paylaşaram. Necəsiz, neyinirsiniz xanımlar? Videonun əvvəlində də gördünüz xanımlar, Məlik üçün keks bişirmişdim. Bəzi xanımlar deyəcəklər ki, bu qədər bişirirsiniz. Bugün bişirmişəm. Bugün əgər yüklənsə, demək 3 gün ard-arda video paylaşıram. Dünənki videoda da keks bişirmişdim. Sonra rulet bişirmişdim. Xanımlar, biz çoxuq. 6 nəfər idi. Məlik də maşallah böyüdüm. İnanın ki, dünən bişirdiyimiz keksdən hər iyi 3 dənə keks düşdü. 2 dənə də rulet dilim. Yəni 2 kusok da rulet. Yəni belə, uşaqlar istədilər, böyük oğlum hər şeyi bəyənmir. Xanımlar, müalicə gedir, bilmirəm, keks olar, olmaz, deyir, olar. Nəsə Məlik də sevir, ona görə bişirdim. Sifarişlərimdir xanımlar, gördüyünüz kimi. Deməli, bunlar, görürsünüz, hərəsini 2-2 edirəm, bəyəndiyim məhsulları. 2 dənə biberli şampundur, qırmızı biberli, deməli 2 dənə soğanlı şampundur, qırmızı biberli balzamdır, deməli yuyucu tozlar ağlar üçün, sonra universaldır, həm yəni ağlar, həm qaralar, həm rənglər üçündür, sonra 2 dənə təmizləyici tozdur, 2 ədəd də diş məcunudur. Elə 2-2 vurmuşam. Çünki tez bitən məhsullardır, ona görə xanımlar. Bəzən xanımlar yazırlar ki, əvvəlki kimi məhsul vurmursunuz. Xanımlar, mən Weblife şirkətində işləyirəm. Təbii ki, hər ay mən aktivliyimi etmək üçün sifarişlər edirəm. Hər ay mənim sifarişim olur. Sadəcə olaraq əvvəllər daha çox sifariş edirdim. Elə bir daha çox gözə görünürdü də. Təbii ki, daha çox qazanırıqsa, o bir məsəl var, nənələrimizin, analarımızın sözü var. Çox qazanda çox yeyirik, az qazanda az yeyirik, belə bir məsəl var. İndi mən də çox qazanda çox sifariş edirdim, az qazanda sifariş edirəm. Çox da niyə sifariş edirdim? Onu həmişə izah etmişəm, yəni qazanc üçün sifariş lazımdır, ona görə edirdim. Həm də qonaq getdiyim zaman həmin bu məhsullardan hədiyyə aparırdım. Gedib də marketdən başqa nəsə almırdım. Yəni, belə deyək də, xeyri öz şirkətimə verirdim, özümə verirdim. Amma indi təbii ki, əvvəlki qazanclar olmadığı üçün mən yenə də həm işlədiyim üçün hər ay sifariş edirəm. Müəyyən qədər, yəni sifariş etməliyik. Aktivliyimiz üçün, həm də ki, yəni mən həqiqətən sevirəm Weblife-ın məhsullarını. Ona görə də market vərdişlərimi dəyişmişəm. Yəni marketdən almıram. Hər zaman da göstər. Bir tək mən marketdən xanımlar, deməli, nə alırıq xanımlar, demişəm sizə, ağardıcı. Yəni,
sərf etdiyi üçün onu alıram. Qalan bütün məhsulları mən Weblife-dan bəyəndiyim üçün alıram. Yəni görürsüz, evim üçün də almışam. Xanımlar, bu aralar artıq tamaşa duyusunu çox bəyənməyə başlamışam. Deyirdim ətri yoxdur, amma hər dəfə dolab açdıqca, yəni orada qabda gördüm ki, iyi vurur da mənim. Elə oğluma tapşırdım ki, yenə alsın, gətirsin, alıb gətirib. Burada da xanımlar kəvər alıb gətirib. Heç bilmədim, 15 dəstə tapşırmışdım. Heç burada təmizlədim, bilmədim nə qədərdir. Burada da xanımlar 2 kusok sinətidir götürmüşəm. 2 büküm də belə deyirik də biz paketdə ətli. Əslində belə baxanda ətlər azdır. Mən elə az da bükürəm müəyyən məsəl üçün yeməklər üçün. Amma lazım olanda azdır deyə ikisini götürürəm. Belə. Mən göyərtiləri təmizləyirəm, Günay da qəşəng yuyur, Günay belə, mənim hövsələm çatmır elə yumağa. Mən bilirsiniz necə edirəm xanımlar, böyük tasın içərisinə qoyuram, suyu doldururam, belə də belə qarışdırıram, çalxalayıram, suyu tökürəm. Yəni elə bütün görürük də, yəni göyərtin bütün torpağı, qumu çıxır. Amma aşüzənə yığıb yuyanda yox, bilmək olmur. Mən elə yuyuram, amma Günay bir-bir yuyur xanımlar. Mən də valla bir-bir hövsələm çatmaz. Günay yəni yuduğunu daha çox bəyənirəm. Mən təmizlədim, Günay yudu, mən doğradım. də yəni əl-ələ vermişik də, birimiz o işi görürük, birimiz bu işi görürük. Kimə hansı rahatdır oradan əlini atır, işini görür. Yenə keks bişirdim xanımlar. Bu dəfə gördüyünüz kimi o dəmir qab 12 ədəd, 12 yəni keks tutan qabda etdim. Biraz fərqli olsun deyə üzərinə də deməli qarışımdan götürdüm, üzərinə kakao əlavə etdim, üzərinə bəzək üçün etdim. Belə gün sıradan bir gündür. Yəni adi günlərdən biridir. Yəni günorta yeməyi bişirdim mən. Sonra keksi də axşama bişirdim. Sonra da sifarişlərim, dedim sifarişlərimi də sizə göstərim. Əslində sifarişlərim dünən gəldi xanımlar. Deməli, o hissələr dünən çəkmişəm, sifarişimi götürdüm, Məlik mənə kömək elədi, gətirdi, sonra mən çəkdim, o dünən olub. Dünənki video gördüm, əlavə etsəm uzun olacaq, əlavə etmədim, amma bunlar bugündür. Bu aşı bişirirəm, plovu bişirirəm, sonra nə elədim, o keks bişirdim. Məlik üçün. Məlik də çox bəyənir keksi. Nənəsi ona qurban. Bu arada nə deyəcəm xanımlar? Deməli, oğlum soğan da almışdı. Soğanlar da görürsünüz, yəni heç yeyiləsi deyil də. Çox belə biz tərəfdə buna belə bilmirəm necə ifadə edeyim. Bizdə buna, yəni körpə deyil də belə. Ona görə yəni yeyilməli deyil, alıb uşaq. Mən onu neylədim xanımlar? Deməli, mənim rəhmətli anam, hətta bacılarım da. Biz buna kəvər plov deyirik. Ancaq kəvərdən edirik biz. Bacılarımın bəziləri turş rəngdə əlavə edir. O, yəni belə turşulu olsun deyə də, biraz turşulu olsun da, yəni. Mən elə sevmirəm. Tərxun olduğu zaman tərxun da əlavə edirik. Amma əsas kəvərdən edirik. Sonra neyinir? Yəni anamda da görmüşəm, bacılarımda da görmüşəm. Belə kəvər plov, səbzi plov deyirlər bəziləri edəndə ağ soğan doğramırlar, qızartmırlar. Ki, ağ soğan, yəni oradan görünür, hiss olunur, belə deyək, göyərtin içərisində hiss olunur, yaxşı görünmür. Ona görə körpə soğanın o ağ yeri balaca olur axı, əsas o göy yeri, yaşıl yeri çox olur. Deməli, belə yaşıl soğan qızardırlar ətlə, sonra da göyərtləri əlavə edirlər. Mən də burada heyfim gəldi, ağız səsini də atmadım. Mən də elə də edirəm, belə də edirəm. Əgər evdə varsa, elə belə soğandan istifadə edirəm. Bilmirəm, sizlər istifadə edirsiniz, yoxsa yox. Yəni, biz əsasən bu cür səbzi plovda, kəvər plovda yaşıl soğandan istifadə edirik. Ağ yerləri də bu cür böyük olanda əslində istifadə etmirik. Sadəcə mən dedim, heyifdir, istifadə etdim. Düyünü də yumuşam xanımlar, islatmışam 1 saat öncədən.
2 dənə tavada edirəm, bilirsiniz. İkinci oğlum yemir ət, ona görə. Belə gözəl xanımlar. Elə əlimdə çıxdıqca da xanımlar, əldə yuyulmalıca yuyuram, maşına qoyulmalıca su gəzdirib maşına yığıram ki, tör-töküntü olmasın. Yəni, mən iş görürəm, istəmirəm tör-töküntü olsun. Məsəl üçün də, özüm öz işimi, öz tör-töküntümü də yığışdırıram. Belə. Sizlər necəsiz, neyinirsiniz, gözəl xanımlar? Videonun bəzi hissələrini səsli çəkmişəm. Bəzi hissələri çox səsini səssiz çəkmişəm. Səssiz niyə çəkirəm xanımlar? Çünki səsli çəkəndə video çox uzun olur. Onu yığıb yığışdırmaq olmur. Kəsmək də olmur. Çünki orada nəsə söhbət edirəmsə, o söhbət gedir. Amma səssiz çəkəndə, məsəl üçün, heç lazım deyil, çox hissəni kəsirəm ki, bura heç lazım deyil, kəsirəm. Məsələn, tezləşdirirəm. Belə. Deməli, dünənki videoda xanımlar yazmışdılar ki, mən deyirəm ki, çeksimin heç zaman ortası belə xoşum gəlir, köpür, qalxır, belə partlayır. Böyük çekslərimdə olur, balaca çekslərdə olmur. Xanımların bəziləri yazmışlar ki, əvvəldə belə mən demişdim, xanımlar yazmışdı əvvəl videolarda ki, əvvəlki o dəmir qablar ki var, mən dön bişirdim, o çeks qablarının aşağı hissəsi dar olur, yuxarısı belə də gen olur. Onu yorub partlayır. Məndə də onlardan var idi xanımlar. Məhəllə təzə ailə qurmuşdum, uşaqlarım balacaydı, onlardan istifadə edirdim. Sonra heç bilmirəm onlar nə oldu, nə olmadı. Biz getdik Moskvaya falan, heç bilmirəm nə elədim onları. İndi mən aldıqlarım, dünən bişirdiklərim, ümumiyyətlə məndə keks qablarım fərqlidir. Bir gün videolarımda göstərəcəm. Çoxdur keks qablarım. Xanım dedi ki, sizinki eynidir. Alt hissəsi, üst hissəsi eynidir. Ona görə köpmür, o cür partlamır. Bilmirəm nə dərəcədə, yəni məntiqlidir yoxsa yox. Belə. Sonra xanımın biri yazmışdır ki, siz soda da əlavə edin. Bilmirəm, xanımlar, sodan iyi gəlir. Mən elə gəlir ki, iyi gəlir. Qatığa da əlavə etsəm, neynəsəm, bilmirəm, iyi gəlir. Ona görə soda əlavə etmədim. Xanımlar sağ olsunlar, məsləhət etmişlər. Hər öz məsləhətini yazmışdı. Bilmirəm, balaca kekslər mən heç zaman bəyənmirəm. Görünüşünü, öz pişirdiyim kekslərin görünüşünü, balaca kekslərin görünüşünü bəyənmirəm. Belə xanımlar, göyərtin deli göz yarı ora, yarı bu tavaya, yarı o tavaya əlavə edirəm. Göyərti də ətlə, soğanla belə də deyildi, yağda qovrulur. Sonra ətin bulyonundan da az saxlayıram, əlavə etdim üzərinə hər birinin. Belə, Allah Allah hər birimizə kömək olsun. Dünən xanımlar, mən deməli paylaşdığım videoda səsimi yazdım. Elə orada səsimi yaza da dedim ki, xanımlar, çox güclü, dolu yazğır, buzdur da. Yəni pəncərədən baxdım, həyət bütün elə bir ki, qar yağıb. Bilmirəm də səsim, yəni maneçilik törədəcək videoya yoxsa yox. Sonra həqiqətən çox maneçilik törədirdi. Çox səs-küydü də videom o cür. Elə bir evin içərisinə yağırdı. Çünki evin xanıma damına yağırdı, o cür səs çıxırdı. Xanımın biri yazmışdı ki, yox, elə gərək qalardı. Amma xanımlar, mən istəmirəm də sizin qulağınızı yorum. Ona görə istəmədim səs-küy olsun. Ona görə sildim, səsimi yenidən yazdım. Dünən hətta mən çıxıb çəkmək istəyirdim xanımlar balkonda. Qapını açıb çəkmək istəyirdim, oğlum qoymadı. Böyük oğlum çəkmədi. Sən neyinirsən? Hər şeyi çəkirsən, deyir. İldırım vurar sənin telefon əlində. Qoymadı məni xanımlar çəkim. Bir dənə yağırdı, buz, iri dolu yağırdı. Xanımlar, birinci bunları bişirdim. Bunları götürdüm, sonra pilavı bişirdim, suyu qoyuram, qaynasın ki. Mən çox zaman türklərin üsulu ilə edirəm, o biraz rahat olduğu üçün elə edirəm.
Amma əlbəttə ki, qaynadıb süzəndə düyü dəndən olur. Düzdür, burada da biraz düyüm yumşaq oldu. Ümumiyyətlə tamaşa düysünün nəyini bəyənirəm mən? Üzr istəyirəm. Lap əvvəllərdən düzdür, o qədər özünü bəyənmirdim. Amma tamaşa düyüsü əzilmir. Məsələn, düyü var, belə deyək də, kaprizini də əzilir. Onu gərək belə üstündə əsasən ki, bu amandır, dəndən olsun. Tamaşa düyüsü həm artımlıdır, həm də necə olur olsun, o belə yumşaq olmur, dəndən olur. Amma ona baxmayaraq biraz yumşaq çıxdı plovum. Olsun. Əslində elə yaxşıdır. Sadəcə görüntü üçün biraz dəndən olması daha yaxşıdır. Niyə? Gördüyünüz kimi xanımlar, mən bu qazanda, alüminium qazanda həmişə plovu qaynadıram, süzürəm. Yəni yeri geniş olsun və geniş qazanam. Dəmlənməyə qoyduğum qazan da geniş idi. Sadəcə olaraq bir dənə aşüzən də balaca idi. Aşüzənə süzdüm. Bildim elə olacaq. Elə da video çəkilir. Mən üçün də rahat deyil. 2 qazan qoyum, 2 dənə aşüzən qoyum. Mən adətən 1 kiloydu bu düyü xanımlar süzdüyüm. Adətən düyün süzəndə yarısını bir aşüzənə süzürəm, yarısını bir aşüzənə süzürəm. Amma bir aşüzənə yerləşdirdiyim üçün istərsəniz istiliyib belə də onu yumuşaltdı. Yəni onu da qeyd edim. Belə. Bu arada xanımlar, deməli, keçən videolarımın birində mən makaron süzəndə xanımın biri yazmışdı, heç cavab yazmamışam həmin videonun rəylərinə. İnşallah yazacağam. Mən yəni gec də olsa bütün videolarımın rəylərini cavablandırıram. 3-4 video bundan öncə idi, cavablandıracağam. Sadəcə oxudum, dedim cavablandıraram, səs ataram xanıma. Xanım dedi ki, bəs elə süzməyin makaronu, bəs o gedər, o su borusu yoxdur aşağıda, o plastikdəndir də, onu əridər falan. Xanımlar, mən onu hər zaman qazan qoyuram. Qazanın üzərinə aşüzəni qoyuram, makaronu, düyünü, hər şeyi ilə süzürəm. İndi də gördünüz də, yəni düyünü süzdüm, yəni xanımlar elə başa düşər. Qazanı qoyuram, qazanın üstə qoyuram, süzürəm. Sonra götürürəm, o dəmirin üzərinə qoyuram. Elə süzmək, qaynar su gedər, əlbəttə ki, aşağıda plastikdir, o əridər onu. Allah Taala hamıya kömək olsun, Allah Taala bütün xəstələrə şifa versin, Allah Taala. Bu arada xanımlar, üstünüzə sağlıq, bu gün ürəyim çox pis sancır. Adətən mən ürəyim çox nadir hallarda sancar. Çox zaman mənim ürəyim ağrıyır. Ağrıyır və arxa divarına vurur ağrı. Yəni kürəyimə vurur ağrı, üstünüzə sağlıq. Amma bugün çox pis sancır ürəyim. Dərman falan içmişəm. Allah Taala hamımıza kömək olsun. Allah Taala heç kimi, heç bir uşaqları, düzdür, bir dua edəndə deyirik ki, heç bir övlad anasız qalmasın. Amma bu dünya müvəqqətidir. Təbii ki, bir gün gedəcəyik. Mən dua etdiyim zaman dua edirəm ki, Allahım övladlarımızı yerbəyer etməmiş, heç bir körpə övladı anasız buraxma. İndi düzdür, mənim övladlarım körpə olmasa da hələ cavandılar, onlar yerbəyer etməmiş, yəni bizə, mənə möhlət ver, ömür istəmirəm, möhlət istəyirəm. Allah Taala möhlət versin bizə, hər birimizə, övladlarımızı yerbəyer edək, gözümüz arxada getməyək, övladlarımız üçün təbii ki. Belə. Allah Taala kimin nə istəyi var, kimin nə arzusu var. Allah Taala hər kəsin işini asanlaşdırsın, hər kəsin yolunu aydınlatsın, övlad həsrətin çəkənləri sevindirsin, nəvə həsrəti çəkənləri sevindirsin. Allah Taala evsizlərə tezliyinə ev yetirsin. Mən xanımlar hər zaman bunu deyirəm, bunu hamımız deyirik. Yəni belə deyək də, dara düşəndə, çətinliyə düşəndə ki, heç düşmənim arzulamıram. Amma mən səmimiyəm onu dediyim zaman. Mən həqiqətən çətin bir momentdə olanda, özümə arzulamadığım, çətin bir anda olanda, özümə arzulamadığım bir şeyləri gerçəkdən düşmənimə də arzulamıram. Yoxsa mən o çətinlikdən çıxım, sonra deyim, yox, düşmən belə olsun da bu olmadı ki. Mən evsizliyi düşmənimə belə arzulamıram.
Çünki mən illərlə evsiz qalmışam, kiraya qalmışam, onun nə olduğunu bilirəm. Yəni hər zaman evsizlər mənim dualarımdadır. Hər zaman. Bu dünya imtahan dünyasıdır. Bu dünya həyat mücadiləsi veririk. Amma ki, ən önəmli olan can sağlığıdır. O canımız sağ olsun ki, yəni ruzimizi qazana bilək. Ən önəmlisi ev olsun. Ev olmalıdır, mütləq vacibdir evin olması. İnşallah ki, yəni Allah Taala yardımcımız olsun, nə deyim. Xanımlar, gördüyünüz kimi deməli 4 ədəd yumurtadan istifadə etdim. Bu arada xanımlar, yumurta da deməli kənd yumurtası idi. Biraz sarı çıxdı elə bil xəmiri. Qarışım. 4-5 qaşıq da götürdüm. İçərisinə 2 balaca qaşıq kakao əlavə etdim. Biraz qat olduğu üçün biraz su əlavə etdim, qarışdırdım. Üzərinə belə deyək, bəzək vermək üçün belə. Birinci əlavə edirəm xanımlar. Sonra elə bil yatır aşağı. Sonra əlavədən üzərinə əlavə edirəm ki, yəni az olmasın. Belə gözəl xanımlar. Xanımlar, məni pıçıltı ilə danışıb içinə nə səs yazır. Allah Taala bütün balaları qorusun, bütün nəvələri qorusun, öz nəzərində saxlasın. Həqiqətən evdə balaca uşağın olmağı gözəldir. Bütün evlərdən körpə səsi gəlsin, nə bilim. Həqiqətən insan yaşayır, həyatın bütün çətinliklərini görür, sonra artıq adiləşir. Məsələn, mən uşaqlarıma qarşı daha çox ciddi idim. Məsəl üçün, Məlikdə artıq onu boş verirəm. Məsələn, insan yaşlaşdıqca həyatın fani olduğunu, hər şeyin boş olduğunu, nələr gedir, nələr itiririk biz, nə itkilər veririk. Məsələn, tutaq ki, bu boşqab sınanda nə olacaq, bu stəkan düşüb sınanda nə olacaq. İnsan yaşayaraq bunları bilir. Qoy uşaqlarımız, qoy nəvələrimiz elə bizi yorsun, incitsin, amma bütün evlərdən körpə səsi gəlsin. Belə, üzərində belə elədim ki, Məlik çox xoş olsun. Nənəsi ona qurban. Bir iştahla yedi xanımlar. Xanımlar 4 dənə yedi da vermədi yeməyə. İstədim, olmasa da dedi ki, olmaz da. Düzdür, balacadır xanımlar. Balaca çəkisdi bunlar. Amma 4 dənə yedi də. Nənəsi ona qurban. Bu arada xanımlar, mən bu çəkisləri bişirəndə Məliklə mama həyətdə idi. Maması aparmışdı ki, Məlik də həyətdə biraz hava alsın. Məlik gəlinə qədər mən çəkisləri bişirdim. Maşında qoşuram, yusun. Artıq Məlik gəlib xanımlar. Qandırdılar boşqabını. Yəni, boşqab da özü iləndir də. Bir şıkıldı gəldisə, boşqab götürməlidir. Nənəsi ona qurban. Xanımlar, çox qəşəng çıxıblar. Kameradan elə də qəşəng görünmürlər. Amma qəşəng çıxıblar. Amma yenə də deyirəm, yəni etiraf edirəm, mən öz bişirdiyim balaca keksləri bəyənmirəm. Heç zaman məndə qəşəng istədiyim kimi görüntü alınmır. Amma indi bu biraz yaxşı idi əvvəlkilərə baxanda. Yəni ortası istəyirəm ki, köpsün, belə qalxsın. Necə ki, böyük bişirdiyim kekslər qalxır. Məlik də oturub gözləyir. Görürsünüz xanımlar, məndən çox ağıllı aparır özünü. Balam ağıllıdır. Zaten ağıllıdır. Nənəsi ona qurban. Məndən çox nadinsiz etmir. Məlik, sənə qurban olum. O seni hironu verir, bunu mu verəcəm? Hazını verim, hazını verim. Hazını, bunu ver.
Yaxşı, 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 yaxşı. Bet kırın. Ay yaxşı. Asana bundan da vereyim. Bunu da vereyim. Ay yaxşı. Şu mənim hey oldum. Benim ömrüm günü. Bir göstərim, xanımları da göstərim. Mən yedim, qurtardım balım. Dadlıydı. Nənəm sənə qurban. Xanımlar yedi. İkisini yedi. Yaxşı da verəcəm. Qoy bunu eləyə. Hələ bax gör nənə nə edir orada. Bu ikincidir. 11 ədəd alındı. 12, bu da 11. Birinin içərisinə yəqin bundan qalar əlavə edərəm. Gör nənə nə edəcək. Bax, 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 bax. Məhnəsin. Onu istəməm. Sənə qurban. Hansını istəyirsən? Götürdüm, hansını istəyirsən götür. Aa, hemen getdim. Ver nənə soysun da şey olmasın. Elə hamısını eləmə, da hamısını eləmə. Qoy qalsın, qoy qalsın. Baba, baba, görsən nənə nə qəşəng soyur. Gördün? Biz nənəni öpbədin, nənəni də üzümdən öp. Nənənin üzümdən öp. Öp nənəni. Öpsün. Hadi sen. Senin nuş olsun, ye. Bu senin kurban olur. Ye. Kaşık kaşık ye. Nina, Acı. yapamam. Hayır, şu ye. Ye hayatım ye. Ye, nuş ol. Gözəl xanımlar, videom sonlanmağa doğru gedir. Mən sizlərlə sağollaşıram. Allah amanında qalın. Allah'a emanet olun. İnşallah yeni videolarda görüşərik. Hər birinizi öpürəm. Hələlik gözəl xanımlar.